Xoş gördük sizi, əziz bizə sevənlər. Ramazanın ilk günü hər kəsi salamlayırıq bizə ailəsi olaraq. Uzun zamandır ki, sosial şəbəkədə qabağıma çox gözəl bir xanım çıxırdı. Fatma xala, bayılırdım mən ona, ağzının dadına, danışığına, hərəkətlərinə. Və ən əsas da çox zəhmətkeş bir xanım olduğuna görə mən onu dəhşət sevirdim. Nəhayət bir gün yoldaşıma dedim ki, gəl Fatma xalanı bizəyə qonaq çağıraq. O da canı könlündən dedi, çağır. Və bugün Fatma xala Nurlanla bizim yanımızdadır. Xoş gəlmişsiniz Fatma xala. Çox sağ olun. Nurlan, xoş gəlmişsən. Necəsən? Yaxşı ol. Çox sağ olun. Çox sağ olun ki, bizi dəvət eləmişsiniz. Biz də gəlmişik. Baxıram ki, gözəl yeriniz var, sağlığınıza qismət olsun. Yaxşı yerdir, gözəl də sofra açmışsınız, maşallah. Çox sağ olun. Allah sizin canınızı sağ eləsin, var eləsin. Fatma xala o qədər gözü könlü toxu insandır. Mən bir saatda ona deyirəm ki, nə istəyirsən özün sifariş elə. Yox dedi qızım, nə istəyirsiniz? Mən heç nə deyə bilmərəm. Biz də əlimizdən gəldiyi qədər Fatma xalaya bir yüngülvari süfrə açmışıq. Nuş olsun sizə. Çox sağ olun. Nə zaman istəsəniz qapımız üzünüzə açıqdır Fatma xala. Nə deyim ay əziz xalım, belə gözəl sürfadır da, belə priyatni yerdir, isti yerdir, məsələn qış vaxtında. Belə sürfa olmaq qəşəngdir, qəşəngdir. Qəşəng gününüz olsun. Nurlan, danışmaq istəyirsən? Yox? Sən bilirsən də Azərbaycan xalqı səni sevirlər. Sağ olsun. Yəni cəmaət min dənə oyundan çıxır ki, cəmaət onu tanısın, görsün. Amma sən həmişə asilliğinlə cəmaətin sevgisini qazanmısan. Piyada gəlirdik, o tərəfdən belə yol ərizəsi var, o tərəfdən belə keçmək. Maşınlar belə keçir. Bir də maşının biri dayandı, indi onun arxasında da maşınlar var. Yəni ki, maşın keçməlidir. İndi bu məni görüb, maşın dayandı, maşının qapısını açıb deyir, salam Fatma xala. Deyirəm, salam, deyirəm, tanıdınız, deyir, hə, görürüm maşınlar da arxadan siqnal verirlər ki, yəni getdən getə. Tanıyır, cəmaət sizi tanıyır və tanınmaq əsas odur ki, sevilir sizi. Tanınmaq hamı tanına bilər, amma necə tanına bilər, o əsas məsələ odur, Fatma xala. Siz də təbiiliyinizlə, əxlaqınızla, zəhmətkeşliyinizlə, yəni xəstə uşağa baxmaq hər qadının, hər insanın işi deyil. Siz bunu çox nümunəvi şəkildə yerinə yetirirsiniz. Allah sizə ömür versin. Mən o gün də dedim sizə, Allah sizə elə gözəl günlər nəsib eləsin. Nurlanın ancaq gözəl günlərini görəsiniz. Çox sağ olun, çox sağ olun. Nə zaman